Salam hörmətli izləyicilərim. Bugün sizə belə iki tərs, iki düz ilməkdən olan bir naxış istəyirəm göstərim. Bu da çox asan bir naxışdır. Bunu jiletə, jaketə, sivitrə, nə istəsəz toxuya bilərsiniz, papağa. Bu ilməklər iki ilməkdən olduğuna görə naxışı ona görə iki yığmışam. Toxuyanda da heç bir dəyişiklik olmur. Sapımdakı 100 qramlıq 350 metrəlik bir sapdır. Orta qalınlıqda bir sapdır. Çox nazik deyil, çox qalın da deyil. Bunun üçün indi milimə 2-2 yığacağım, ilməkləri qısa formada göstərəcəm. 2-2 yığdığıma görə belə 3 dənə naxışı göstərsəm bəs eləyir. 2, 4, 6, 8, 10, 12, 14 ilmək yığacağım milimin üstünə. Böyle bir sapı götürürüm. İki yığacağım. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 16 da yığa bilərəm. 15, 16, 17, 18 ilmək yığdım milimin üstünə. Bəsdir. Buradan da bir düğün atıram, açılmasın. İndi mən bu ilməkləri 2 tərs, 2 düz toxuyacağım. 2 tərs, 2 düz. 2 tərs, 2 düz. Sıranı axıra qədər formada toxuyuram. İki tərs, 2 düz, kənarda da 2 tərs. Formada. İndi bunu tərs üzərində elə göründüyü kimi tərsləri tərs, düzləri də düz toxuyuram. 2 tərs, 2 düz. İki düz, 2 tərs, 2 düz. İki düz. Bir sırada yenə toxuyuram. Tərsi tərs, düzü də düz. Hər iki üzdən. Tərs üzdən də eyni. Düzlər düz, tərslər də tərs. 2 sıra düz üzdən toxuyuram, 2 sıra da tərs üzdən. Burada rezinka hissəsini toxumuram. Kim istəyər, rezinkanı nə qədər istəsə, o endədə eləyə bilər. Mən indi burada rezinka toxumadığıma görə, onsuz da rezinka hissəsi də hələ 2 tərs, 2 düz toxunur. İndi bura düz üzüdür. Düz üzdən tərsləri tərs toxudum. Bu üzdən düzləri də tərs toxuyuram.
Bir sıra hamısını tərs toxuyuram. Düz üzdən. Hamısını tərs toxudum. Tərs üzdən yenə düzləri düz, tərsləri də tərs. Əvvəldən necə toxumuşduqsa birinci sıradan. Buradan yenə də eyni şeyi təkrar edirik. Təkcə düz üzdən 4 sıradan bir ilməkləri tərs toxuyuram. Hamısını düz üzdən. Düzləri də, tərsləri də. İndi bura düz üzüdür. Düz üzdən yenə tərs 2 sıra düzləri düz, tərsləri də tərs toxuyuruq. Tərs üzdən də yenə. Tərs üzdən hamısı 2 tərs, 2 düz alınır formada. Bu tərs üzdən yenə 2 tərs, 2 düz toxuyuruq. Formada. İndi buradan yenə hamısını tərs toxuyuruq. Hamısını tərs toxuduqdan sonra arxa üzdən yenə 2 tərs, 2 düzlə başlayırıq. Hər 4 sıradan bir belə bu formada bir sıra hamısını tərs toxuyuruq. Onda belə bir naxış alınır formada. Bu da indi toxuduğumdur. Yenə bu üzdən hamısını tərs toxuyuruq. Sonra yenə 2 düz, 2 tərs toxuyandan bir dəyişirik. Sağ olun, gələn videomda görüşənə qədər.